Milli Məclisin bugün keçirilən iclasında təhsil haqqında və məktəbəqədər təhsil haqqında qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə deputatlara məlumat verən Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov təklif edilən dəyişikliklərin məzmununu açıqlayıb. Müzakirələr zamanı çıxış edən komitə üzvü Siyavuş Novruzov ölkədə məktəbəqədər hazırlıq sahəsindəki problemlərə diqqət çəkib. Deputat qeyd edib ki, hər binanın aşağısında əlçatan və münasib qiymətli məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır. Əksər hallarda hər iki valideyn işləyir. İnsanlar uşaqlarını uzaq məsafəyə aparmaq və ya əlavə nəqliyyat xərci çəkmək məcburiyyətində qalırlar. Ona görə də mağaza və gözəllik salonlarının əvəzinə yaşayış binalarının altında məktəbəqədər mərkəzlər açılmalıdır. Siyavuş Novruzov bəzi özəl məktəbəqədər mərkəzlərin tələb elədiyi yüksək qiymətləri də sərt şəkildə tənqid edib. Hazırda elə özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul istəyirlər. Mən elə bir mərkəz tanımıram ki, bu məbləğə uyğun təhsil versin. Azərbaycanda kim var ki, uşağına ayda 7000 manat versin? Üstəlik hər evdə bir yox, 2 uşaq ola bilər. Deputat belə mərkəzlərin fəaliyyətinə nəzarətin gücləndirilməsini də vacib olduğunu vurğulayıb.